Dronları məhv edə bilən lazer döyüş qurğusu Krım Respublikasında sınaqdan keçirilib. Bu barədə pilotsuz uçuş aparatlarının idarə edilməsi təlimləri üzrə Ümumi Rusiya Arxangel layihəsinin yaradıcısı və rəhbəri Mikhail Filippov məlumat verib. Biz 35 metrlik hədəfə qədər məsafədə lazer döyüş qurğusunun sınaqlarını keçirdik. Şüa 15 sm qalınlığında ağacı 5-6 saniyəyə dəlir. Sonra isə daha 2 və ya 3 maniyəni aşır, deyə o qeyd edib. Filippov əlavə edib ki, silikat kərpic yeni şüa ilə təxminən 1 dəqiqə ərzində, qalınlığı 10 sm olan metal isə birbaşa təsirdən təxminən 10 saniyə ərzində yanır. Layihənin rəhbəri kompakt qurğunun pilotsuz təyyarələrlə mübarizədə istifadə oluna biləcəyini qeyd edib.